Salam, mən Yasin Oxşov. Ölkələrə səyahət etmək istəyirsən, biraz əylənmək, biraz da qorxmaq və yeni şeylər kəşf etmək, dünyanı tanımağa ehtiyacın var, bilgiyə möhtacsan, görmədiyin şəhərlər, hekayəsi olan küçələr, qaranlıqda gizlənən sirlər, tərk edilmiş yerlər, bilinməyən kölgələr və tarix, min illər əvvəl yaşamış insanlar, iz qoyan imperiyalar, unudulmuş döyüşlər, hamısı burada, bir yerdə. Səyahət, qorxu, tarix və yeraltı dünyası. Azərbaycanda bu formatda ilk və tək kanal. Kanalımıza abunə ol və bizə dəstək olmağı unutma. ...1990-cı illər Sovet İttifaqı dağıldı, qanun dağıldı, dövlət yox idi. Bu boşluqda isə bir başqa dövlət yarandı. Kölgə dövləti. Bu dövlətin pasportu yox idi, amma qaydaları vardı. Məhkəməsi yox idi, amma hökmü qəti idi. Onlara vor zakon deyirdilər. Qanun oğruları. Bugün sənə nağıl danışmayacağım. Geopologiya yox, kim kimi öldürdü ora girmirəm. Sadəcə bir şey danışacağım. Onlar necə yüksəldi, necə zirvəyə çıxdı və necə tarixə çevrildi. Gəlin videomuza keçməmişdən əvvəl qısa bir intromuza baxaq. Söktük kanon Underground Rap. Ay. Стекала с гуся вода с двумя головами. Таков нынче образ, матушка Русь. Прости нас, брат Юра, мы все проебали. Весь космический мусор, за бугор ушел груз. Россия гремит, как и союз скандалами. Этот сталинский шлейф, нынче путинский шлюз. Страна, где из шлюх сразу да в генералы. И где быть ветераном, так горько на вкус. Славься, Отечество, наше казенное. Славься, Отечество, наше казенное. И пошел паровоз тот всеми парами, и в три глотки сожрали весь Советский Союз. И был сладок на вкус весь тот уксус халявный, поголовный синдром, наполеоновский курс. Играла спираль историй всеми цветами, всех под пресс и подстричь каждый куст. Если правда с дрожащими только губами, то за что воевали Севастополь и Курск? Rus mafyasını anlamaq üçün 90-cı illərdən başlamaq səhvdir. Bu sistem daha əvvəldən Sovet dövrünün içindən gəlir. Həbsxanalar, sürgünlər, qanun boşluqları məhz orada formalaşdı. Vorzakon anlayışı, Vorzakon sadəcə kriminal titul deyildi. Bu dövlətə qarşı alternativ bir sistem idi. Sovet dövləti insanları həbsxanaya doldurduqca, həbsxananın içində başqa bir nizam yarandı. Bu nizamın qaydalarını yazanlara vor deyirdilər. Onlar dövlətin qanununu tanımırdı. Öz qanunları vardı. Vor olmaq üçün şərtlər ağır idi. Dövlətlə heç bir əməkdaşlıq olmazdı. Polisə ifadə vermək, rəsmi işdə işləmək, hərbi xidmət, siyasət, hamısı qadağaydı. Vor yalnız kriminal dünyanın adamı olmalı idi. Qazandığı pul şəxsi deyildi, obşaq deyilən ümumi fonda gedirdi. Bu fondla həbsdə olanlara baxılırdı. Sistem saxlanırdı. Bu sistemin ən təmiz simvollarından biri isə Vasya Brilyant idi. Vasya Brilyant vor dünyasında əlifba sayılırdı. O qaydaları pozmadan yaşayan nadir adamlardan idi. Heç vaxt dövlətlə uzlaşmadı. Heç vaxt kompromisə getmədi. Onun hörməti qorxudan yox, prinsipdən gəlirdi. Vorlar arasında Vasya son söz demək idi. Onun dövründə vor anlayışı hələ saf idi. Vasya Brilyant öldükdən sonra sistem dəyişməyə başladı. Çünki dünya dəyişirdi, Sovet dağıldı, bazar iqtisadiyyatı gəldi, pulun həcmi artdı. Köhnə qaydalar yeni pulla uyğun gəlmirdi. Vorlar artıq təkcə həbsxanada yox, küçədə, biznesdə, bazarlarda söz sahibi olmağa başladı. Məhz bu keçid dövründə
Ded Hasan ön plana çıxdı. Ded Hasan, əsl adı Aslan Usoyan, klassik vor değildi, amma sistemi çox yaxşı anlayırdı. O balans adamı idi. Müharibə istəmirdi, onun əsas gücü əlaqələr idi. Qafqaz klanları, Rusiya şəhərləri, Orta Asiya hamısı ilə əlaqəsi vardı. Abşakın böyük hissəsi onun nəzarətində idi. Ded Hasan vor sistemini qorumağa çalışırdı, amma eyni zamanda yeni dövrə uyğunlaşdırırdı. O açıq kriminal romantikanı sevmirdi. Pul işləsin, küçə sakit olsun xəttini tuturdu. Bu da onu uzun illər toxunulmaz etdi. Bu dövrdə Qafqazdan çıxan gənc fiqurlar da yüksəlməyə başladı. Onlardan biri çox yaxından tanıdığımız Rövşən Caniyev, yəni loru dildə desək Lənkəranski idi. Rövşən klassik küçə qulduru değildi, o sistemin içində böyüdü, həbsxana qaydalarını, hörmət anlayışını, vor etik kodeksini yaxşı bilirdi. Rövşənin yüksəlişi təkcə güclü olmadı. O əlaqə qurmağı, balans saxlamağı bacarırdı. Ded Hasanla yaxınlığı da buradan gəlirdi. Rövşən köhnə qaydalara daha yaxın idi. Rövşən vor elan olunandan bu təsadüfi qərar değildi. O dövrdə vor titulu artıq asan verilən şey değildi. Onun adı Abşak məsələlərində, mübahisələrin həllində keçirdi. Bu onun sistem daxilində qəbul edildiyini göstərirdi. Amma eyni vaxtda başqa bir fiqur da yüksəlirdi. Lotuqulu, Nadir Səlifov, Lotuqulu fərqli yol seçmişdi. O köhnə vor romantikasına inanmırdı. Onun üçün əsas olan güc və nəzarət idi. Qaydalar varsa istifadə etmək üçün vardı, yoxdursa dəyişmək üçün. Lotuqulu biznesə daha açıq idi. Köhnə vorların ailəsi olmaz, həyat olmaz, prinsiplərini real hesab etmirdi. Bu iki yol Rövşənin və Lotuqulunun yolu paralel gedə bilməzdi. Çünki hər ikisi sistemin mərkəzində oynayırdı. Amma bu mərhələdə hələ açıq müharibə yox idi. Hər kəs mövqeyini gücləndirirdi. Ded Hasanın 2013-cü ildə ölümü ilə balans dağıldı, bu fakt olaraq dönüş nöqtəsi idi. Ondan sonra vor sistemi artıq tərk mərkəzdən idarə olunmadı. Boşluq yarandı və boşluq yeni mübarizələrə səbəb oldu. Rövşən 2016-cı ildə, Lotuqulu isə 2020-ci ildə öldürüldü. Bu ölümlər kimin kimi öldürməsi məsələsi deyil. Bunlar sistemin gəlib dayandığı nöqtənin nəticəsi idi. Çünki bu dünyada zirvə uzun sürmür. Bu hekayə Vasa brilyantla başladı. Amma onun saf qaydaları ilə bitmədi. Sistem böyüdükcə sərtləşdi, pulla dəyişdi və nəhayət öz adamlarını udmağa başladı. Gəlin Rus mafiyasının sistemi necə işlədi, adamlar necə yüksəldi, buralara toxunaq. Vovzakon sistemi kənardan baxanda xaotik görünür. Amma əslində içində ciddi bir nizam var idi. Bu nizamın mərkəzində titul yox, etibar dayanırdı. Vor olmaq üçün təkcə qorxulan adam olmaq kifayət etmirdi. Səni tanımalı idilər, sınamalı idilər, səni müxtəlif vəziyyətlərdə görməli idilər. Kiminsə adı bir-iki işlə çıxmırdı. İllərlə formalaşırdı, vor titulu adətən Şkotka adlanan toplantılarda müzakirə olunurdu. Bu toplantılar gizli keçirilirdi. Kiminsə namizədliyi oraya atılırdısa, onun keçmişi, davranışı, Abşaka münasibəti, mübahisələrdə tutduğu mövqe danışılırdı. Razılıq yaranmadan titul verilmirdi. Əks halda titulun özünün dəyəri qalmazdı. Bu sistemdə Abşak əsas sütun idi. Abşak təkcə pul değildi, bu həm də intizam aləti idi. Kim Abşaka hörmət edirdisə, onun sistemi onu qoruyurdu. Kim Abşakdan kənar hərəkət edirdisə, sistem onu tədricən kənara itələyirdi. Burada emosiyaya yer yox idi. Hər şey balans üzərində qurulmuşdu. Bu mexanizmələri yaxşı anlayan adamlardan biri Ded Hasan idi. O açıq görünməyi sevmirdi. Sakit qalırdı, amma hər yerdən xəbəri olurdu. Onun gücü birbaşa zorakılıqdan yox, razılaşdırma qabiliyyətindən gəlirdi. Müxtəlif bölgələrdəki qruplar arasında tarazlıq saxlayırdı. Ona görə də uzun müddət sistemin içində mərkəz kimi qəbul edildi. Eyni dövrdə Rövşən Caniyev də sistem daxilində mövqeyini gücləndirirdi.
Onun üstünlüyü təkcə fiziki gücdə deyil. O mübahisələrdə sakit qalmağı, vaxtında danışmağı bacarırdı. Bəzən heç danışmırdı. Bu da sistemdə ciddi qəbul olunurdu. Rövşənin adı münaqişələrin yumuşadılması ilə yanaşı çəkilirdi. Bu da onun etibarını artırırdı. Rövşənin var olması prosesi də tədricən baş verdi. O bir gündə bu mövqeyə gəlmədi. Müxtəlif bölgələrdə onun adı çəkildi, davranışı müşahidə olundu. Nəhayət sistem daxilində qəbul gördü. Bu onun hamıya hökm edən adam olması demək deyildi. Sadəcə sistemin bir hissəsi kimi tanınması idi. Lotuqulu isə fərqli dinamika ilə irəlilədi. O klassik war yolundan daha çox yeni dövrün imkanlarını dəyərləndirirdi. Regional nəzarət, maliyyə axınları, əlaqələr, bunlar onun əsas alətləri idi. Lotuqulu üçün sistem dəyişməli idi ki, ayaqda qalsın. Bu yanaşma onu sürətlə önə çıxardı, amma eyni zamanda onu klassik düşünənlərlə məsafəli etdi. Bu mərhələdə açıq qarşıdurma yox idi. Daha çox paralel güclənmə vardı. Hər kəs öz mövqeyini möhkəmləndirirdi. Sistem isə bunu müəyyən müddət idarə edə bildi. Bu dövrün başqa bir mühüm fiquru Japonçik, Vyacheslav Ivankov idi. Japonçik Rus mafiyasının beynəlxalq ölçüdə tanınan simalarından biri oldu. Onun fərqi ondadır ki, o sistemi yalnız post-sovet məkanında yox, ABŞ-da da qurmağa çalışdı. Japonçik Amerikaya gedəndə Rus mafiyası üçün yeni mərhələ başladı. Burada qaydalar fərqli idi, amma o uyğunlaşmağı bacardı. New Yorkda Rus dilli kriminal şəbəkələrin formalaşmasında adı çəkildi. O nə tam klassik war idi, nə də sırf yeni dövr adamı. Son sistemi uzun illər öz qaydaları ilə yaşadı, amma bu qaydalar dəyişməz deyildi. Sistem insanlarla birlikdə dəyişirdi. Ən böyük dəyişiklik isə pulla başladı. Sovet dövründə əsas məsələ hörmət və mövqe idi. Pul vardı, amma bugünkü qədər böyük deyildi. 90-cı illərdən sonra isə pul sürətlə artdı və bu balansı pozdu. Pul çoxaldıqca sistemin içinə yeni adamlar girdi. Bu adamların bəzisi köhnə qaydalarla böyüməmişdi. Onlar üçün war kodeksi həyat tərzi yox, alət idi. Qaydalar işə yarayırdısa istifadə edilirdi, yaramırdısa kənara qoyulurdu. Bu yanaşma klassik warlarla, yəni nəsil arasında səssiz gərginlik yaratdı. Əvvəllər war olmaq üçün illərlə həbsxana həyatı ciddi sınaqlar lazım idi. Zamanla bu proses yumuşaldı. Bəzi hallarda titulun dəyəri aşağı düşdü. Bu da sistem daxilində etimadsızlıq yaratdı. Çünki titul ucuzlaşanda qaydalar da zəifləyir. Bu dəyişiklikləri Dedasan açıq şəkildə görürdü. Ona görə də müharibədən qaçmağa çalışırdı. O sistemi saxlayan son nəsil balans fiqurlarından biri idi. Onun ölümündən sonra balansı qoruyan mərkəz qalmadı. Artıq hər bölgə daha çox öz qaydasını yazmağa başladı. Bu mərhələdə Rövşən Caniyev köhnə yanaşmanı qorumağa çalışan fiqur kimi tanınırdı. O sistemi tam dəyişmək istəmirdi. Mövcud qaydalarla nizam yaratmağa çalışırdı. Amma sistem artıq çox böyümüşdü. Köhnə mexanizmlər bu yükü daşımaqda çətinlik çəkirdi. Lotuqulu isə bu vəziyyəti fərqli oxuyurdu. Onun baxışına görə sistem ya dəyişməli idi, ya da dağılacaqdı. O klassik war həyat tərzini tam qəbul etmirdi. Amma bu o demək deyildi ki, sistemi tanımırdı. Sadəcə onu yeni şəraitə uyğunlaşdırmaq istəyirdi. Bu da onu daha çevik, amma eyni zamanda daha riskli mövqeyə gətirdi. Bu dövrdə dövlət faktoru da dəyişdi. 2000-ci illərdə birlikdə dövlət strukturları gücləndi. Açıq kriminal müharibələr artıq hər kəs üçün riskli oldu. Bu səbəbdən sistem səssizləşdi. Daha az görünən, daha az danışılan, amma tam yox olmayan bir formaya keçdi. Burada vacib bir məqam var. Dövlətlə kriminal dünya arasında açıq ittifaq olmadı. Amma səssiz sərhədlər formalaşdı. Kim bu sərhədləri keçmirdisə diqqət çəkmirdi. Kim keçirdisə problem yaşayırdı. Bu yazılmamış bir qayda idi. Japonçikin dövrü ilə bu mərhələ arasında ciddi fərq vardı. Japonçik dövründə sistem daha açıq idi, daha sərt görünürdü, sonraki illərdə isə hər şey daha örtülü hala gəldi. Adlar az danışıldı, strukturlar ön plana çıxdı. Rövşənin 2016-cı ildə ölümü sistemin artıq fərqli mərhələyə keçdiyini göstərdi. Bu bir liderin yoxluğu yox, bir modelin tədricən tükənməsi idi. Lotuqulunun
2020-ci ildə ölümü isə göstərdi ki, yeni model də risksiz deyil. Çünki sistem nə qədər dəyişsə də zirvə təhlükəli qalır. Bu ölümlərdən sonra War dünyasında əvvəlki kimi tanınan mərkəzi fiqurlar azaldı. Daha çox lokal strukturlar, daha səssiz mexanizmlər önə çıxdı. Bu da sistemin mediada görünməsini azaltdı. Amma tam bitdiyini göstərmədi. Ən vacib nəticə budur. War Zakon sistemi bir adamla qurulmadı və bir adamla da dağılmadı. Bu 10 illiklər boyu formalaşan, dəyişən və uyğunlaşan bir mexanizm idi. Vasya Brilliant bu sistemin simvolu idi. Dedasan onu saxlayan idi, Rövşən və Lotuguli isə dəyişən dövrün War Zakonları idi. Bu hekayədə yaxşı və ya pis obraz yoxdur. Burada yalnız dövrlər var, şərtlər var və bu şərtlərə uyğun hərəkət edən insanlar var. Zaman keçdikcə War Zakon anlayışı əvvəlki mənasını itirməyə başladı. Bu bir gündə baş vermədi, yavaş-yavaş oldu. Qaydalar kağız üzərində qaldı, amma həyat dəyişdi. Dünya kiçildi, dövlətlər gücləndi, informasiya sürətləndi, köhnə sistem bu tempa uyğunlaşmaqda çətinlik çəkdi. Əvvəllər var olmaq ömürlük yol idi. Bu yolun geri dönüşü yox idi, amma sonraki illərdə bu anlayış daha çevik hala gəldi. Bəzi prinsiplər yumuşaldı, bəziləri isə sadəcə formal qaldı. Bu da titulun çəkisini azaltdı. İnsanlar artıq ada yox, real gücə baxmağa başladı. Bu dəyişikliklər fonunda Vasya Brilliant adı daha çox keçmişin simvolu kimi xatırlanmağa başladı. Onun dövründə sistem sadə idi. Ya qaydaya əməl edirdin, ya da kənarda qalırdın. Ortası yox idi. Bu sadəlik ona hörmət qazandırmışdı. Amma bu model yeni dövrdə yaşaya bilmədi. Dedasan isə keçid dövrünün adamı idi. O köhnə ilə yeninin arasında körpü rolunu oynadı, sistemi qorumağa çalışdı, amma eyni zamanda dəyişməyə də məcbur idi. Onun gücü məhz bu balansdan gəlirdi. Dedasan öldükdən sonra bu balansı saxlayan fiqur qalmadı. Bu boşluqda Rövşən Caniyev kimi adlar daha çox görünməyə başladı. Rövşən sistemi kökündən dəyişmək istəmədi. O mövcud qaydalarla nizam yaratmağa çalışdı. Amma şərtlər artıq fərqli idi. Sistem onun istədiyi qədər yavaş dəyişmirdi. Bu da onu riskli mövqedə saxladı. Lotuguli isə başqa istiqamət seçdi. O dəyişiklikləri qəbul etdi və onlardan istifadə etməyə çalışdı. Bu ona qısa müddətdə güc qazandırdı. Amma eyni zamanda bu yol daha az qoruyucu idi. Çünki qaydalar zəiflədikcə təhlükəsizlik də azalır. Japonçikin fəaliyyəti isə sistemin sərhədlərinin nə qədər genişlənə biləcəyini göstərdi. Onun dövründə Rus mafiyası artıq lokal hadisə deyildi. Miqrasiya, pullar, əlaqələr bu strukturu başqa ölkələrə daşıdı. Amma bu da yeni risklər yaratdı. Xarici mühit köhnə qaydaları qəbul etmirdi. Bugün həmin adlar hələ də danışılır, amma artıq real güc kimi yox, tarix kimi, çünki sistem dəyişib. Artıq bir nəfərin adının hər şeyi həll etdiyi dövr geridə qalıb. Struktur daha səssiz, daha parçalanmış formadadır. War anlayışı indi daha çox simvolik məna daşıyır. Bu keçmiş bir dövrün məhsuludur. Onu olduğu kimi geri qaytarmaq mümkün deyil. Çünki onu yaradan şərtlər artıq yoxdur. Həbsxana mədəniyyəti dəyişib, dövlətlə münasibətlər dəyişib, pulun rolu dəyişib. Bu hekayədən qalan əsas nəticə budur. Bu insanlar sistemi yaratmadı, sistem onları yaratdı. Şərtlər dəyişəndə isə eyni sistem onları kənara çəkdi. Burada fərdi qəhrəmanlıq da yoxdur, tam məğlubiyyət də. Sadəcə zamanın axını var. Vasya Brilliant qaydanın simvolu oldu, Dedasan balansın simvolu oldu, Rövşən Caniyev keçid dövrünün simvolu oldu, Lotuguli isə dəyişimin simvolu oldu. Japonçik sərhədlərin genişlənməsinin simvolu oldu. Bu adlar bir yerdə Rus mafiyasının tam hekayəsini danışmır. Amma bu sistemin hansı mərhələlərdən keçdiyini göstərir. Qan, pul, hörmət və zaman. Hamısı bir-birinə qarışdı və ortaya bu tarix çıxdı. Bugün bu hekayələr maraqla dinlənir, çünki onlar artıq təhlükə yox, xatirədir. Amma unutmamaq lazımdır ki, bu tarix real idi. İnsanların həyatında baş verdi və hər tarix kimi dərs çıxarmaq üçün var. Burada hekayə bitir. Sistem yox oldu demək düzgün olmaz. Sadəcə səhnədən çəkildi. Sən də bu və bu kimi
faktlarla maraqlanırsansa, videomuzu bəyən və kanalımıza abunə olmağı unutma. Növbəti videolarda görüşənədək.